Mayın 7'sində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 11-14, gündüz 18-23 dərəcə isti olacaq. Naxçıvanda gün ərzində bəzi yerlərdə yağış yağacaq, şimşək çağacaq. Temperatur 13-15 dərəcə isti gözlənilir. Doğru Xəbər Azərbaycan Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Azərbaycanın bəzi rayonlarında ara bir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ara bir güclənəcək. Temperatur gecə 10-14, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.